Herkese salamlar. Bugün universitetə mənimlə gəlirsiniz. Bugün ilk həftəmin rəsmi ilk günüdür. Mən dərslərə biraz gecikdim, amma yenə də bunu sizlərə göstərmək istədim. Burada çantamı toplayıram və nəyi unutdum? Təbii ki, Azərbaycandan dostlarım üçün gətirdiyim suvenirləri, onları mütləq aparmalıydım və çox həyecanlıyam necə bəyənəcəklərmi yoxsa yox. İndi isə universitetə gedirik. Bu mənim binamdır. Binamı sevirəm əslində. Lifti olmasa da məncə gözəl, yaşanıla biləcək bir yerdir. Universitetə piyada getməyi özümə məsləhət gördüm və piyada gedərkən yollardan zövq alırdım. Amma təbii ki, yollardan zövq alarkən yolda da itdim. Amma nəhayət ki, istədiyim vaxta gəlib çata bildim və dərsdən öncə də hansısa bir yerdə oturub maillərimə baxmağı üstünlük gördüm. İndi isə İspan dili dərsindəyəm. Məncə çox maraqlı idi. Vizama görə dərslərdən biraz geri qalsam da məncə alınacaq deyə düşünürəm. Burada isə ikinci dərsimizi gözləyərkən kofe içirdim və ikinci dərsimiz də bioloji mübarizə dərsi idi. Bir kənd təsərrüfatı tələbəsi olaraq. Bu dərsi isə olduqca çox bəyəndim. Məncə çox əla idi. Ümumi isə kampüsümüz isə çox gözəldir. Böyük olsa da, itmə ehtimalım çox olsa da məncə əla bir kampüsdür. 2 həftədə öyrəşərəm. Burada isə dostumuzun ad gününü qeyd etmək üçün tacos yeməyə gəldik. 2 ətli, bir dənə acılı sifariş etmişdim və olduqca çox acılı idi. Burada isə dostumuzun ad gününü qeyd etdik və çox əyləncəli keçdi və xoşbəxt, yorğun bir şəkildə evə qayıdırdım. Ümid edirəm ki, mənim bir günümü bəyəndiniz. Çox sağ olun, təşəkkürlər.